6-cı yüksəliş müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Bütün mərhələləri müvəffəqiyyətlə başa vuran 20 iştirakçı qalib adını qazanıb. Tədbirdə Prezident Administrasiyasının Humanitar Siyasət, Diaspor, Multikulturalizm və Dini Məsələlər Şöbəsinin müdiri, Yüksəliş müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, Gənclər və İdman naziri Fərid Qayıbov, Mədəniyyət naziri Adil Kərimli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Gənclər və İdman nazirinin müavini, Yüksəliş müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev, eləcə də ekspertlər, qaliblər və media nümayəndələri iştirak etdilər. Prezident Administrasiyasının Humanitar Siyasət, Diaspor, Multikulturalizm və Dini Məsələlər Şöbəsinin müdiri, Yüksəliş müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyevanın sözlərinə görə, müsabiqə iştirakçılara praktiki təcrübə qazanmaq, potensiallarını nümayiş etdirmək və peşəkarlarla yeni əməkdaşlıqlar qurmaq üçün geniş platforma yaradır. İşçi qrupunun rəhbəri Fərhad Hacıyev isə bildirdi ki, bu il layihəyə rekord sayda müraciət qeydə alınıb. Bu il rekord sayda müraciət qeydə alınmışdır. 17.500-dən artıq müraciət olmuşdur və nəticədə biz 20 nəfər qalib müəyyən etdik. Hər il olduğu kimi bu ildə yəni son 3 il ərzində bütün tapşırıqlar ancaq yerli mütəxəssislər tərəfindən hazırlanır. Hətta biz bu il tapşırıqları da kifayət qədər çətinləşdirmişdik. Keçid ballarını, qalib olan balları da artırmışdıq. Qaliblərin əksəriyyətinin yaşı 40 yaşa qədərdir, 20 yaşdan 40 yaşa qədərdir və nəzərə alsaq ki, bizim müstəqilliyimizin cəmi 35 yaş var. Demək ki, bunlar hamısı bizim öz dövlətimizin yetirmələridir. Qaliblər də öz təəssüratlarını bölüşərək müsabiqənin onlara qazandırdığı təcrübədən və gələcək planlarından danışdılar. Bugün burada digər qaliblərlə birlikdə olmaqdan çox böyük qürur hissi keçirdirəm, çox böyük minnətdarlıq hissi keçirdirəm. Aylarla davam edən gərgin bir maratonun bu sonu idi və nəhayət biz buradan qalib çıxdıq. Bu bir nəticə deyil, bu böyük bir yolun başlanğıcıdır. Özümün üzərində çox böyük məsuliyyət hiss eləyirəm. Ölkəmə, çalışdığım quruma real töhfə verməyə, canla başla səy göstərməyə davam edəcəm. Sonda qaliblərə diplomlar təqdim edildi.